Cəfər Mikailli bu meyxanamı Rövşən qardaşımızın əziz xatirəsinə həsr edir. Allah rəhmət eləsin. 17'si xəbər çatdı millətə, Canıyev Rövşən gedirdi rəhmətə. Ruhuna rəhmət olar inşallah, məkanı cənnət olar inşallah, məkanı cənnət olar inşallah. Qazanıbdır hörməti oğru Rövşən, həyata gəlməz qəti oğru Rövşən, həyata gəlməz qəti oğru Rövşən. Elə oğuldur ki tapılmaz təni, bütün dünya tanıyıbdır Rövşəni. Hamı bilir Azərbaycan ki, Canıyev Rövşən Lənkəraz ki, Canıyev Rövşən Lənkəraz ki. Qazanıbdır hörməti oğru Rövşən, həyata gəlməz qəti oğru Rövşən, həyata gəlməz qəti oğru Rövşən. Son mənzilə yola saldıq Rövşəni, Rövşənə rəhmət olsun qəni qəni. Gör neçə insan ağlayır onun üçün, gözlərimiz qan ağlayır onun üçün, gözlərimiz qan ağlayır onun üçün. Qazanıbdır hörməti oğru Rövşən, həyata gəlməz qəti oğru Rövşən, həyata gəlməz qəti oğru Rövşən. Lerikdənəm Sumqayıtda yaşayıram, mən özüm də Talış adını daşıyıram.